İslam tarixinə qaldığımız yerdən davam edirik. Bu mövzuda İslam dinindən öncəki Məkkə və Mədinə tarixi haqqında mübahisəli bir şəkildə danışacağam. İbrahimin səmavi inanclar baxış bucağına görə iki övladı vardır. Biri İshak, digəri isə İsmaildir. İsmail İbrahimin Həcər adlı cariyəsindən olduğu üçün bəzi qaynaqlarda tam olaraq müqəddəs sayılmırdı. İshak isə arvadı Saradan doğulduğu üçün özəl bir hesab olunur, onsuz da İshakın doğulması xüsusi olaraq vəd edilmişdi. Tövratda yazılana görə İbrahim və Sara bir gün oturarkən qarşılarında 3 nəfər görürlər. Bu 3 nəfərin Tanrı yoxsa mələk olduğu dəqiq deyilmir. Lakin Tövratda bu şəxslər üçün rədd ifadəsi işlənilir. Onlar İbrahimi yeni övlad müjdəsi ilə bəxtiyar edərlər. Halbuki İbrahim və arvadı o dövrlərdə artıq qocalmışdılar. Ardınca Rəbb gedib Lut qövmünü həlak edir, bir müddət sonra isə İshak doğulur. Bundan sonrası isə qarışıqdır. İshak doğulduqdan sonra Sara böyük oğlu İsmail və anası Həcərin uzaqlaşdırılmasını istədi. Tanrı buna razı gəldi və İbrahimə "Qorxma, onlarla bir yerdə olacam" deyərək onları göndərməsini buyurdu. Həcər də uşağı alıb cənuba Paran çölünə doğru yola düşdü. Bu hekayə daha öncə Davuda verilən Zəburun digər adı ilə Məzmurlar kitabı 84-cü bölməsində yenidən bildirilir. Orada Bəkkə vadisindən keçərkən oranı bulaq başına çevirdikləri, ilk yağışların oraya bolluk və bərəkət gətirdiyi ifadə edilir. Bu, Bəkkə və ya Bakka sözündəki B hərfinin M hərfinə çevrilməsi ilə ərəbcə qarşılığı olan Məkkə halını almışdı. Eyni zamanda çöllük bir ərazidə səfəri asanlaşdırmaq üçün Tanrı tərəfindən oranın bulaq başına çevrilməsi və bərəkətləndirilməsi, Zəmzəm suyu dediyimiz müqəddəslik ortaya çıxmışdı. İsmailin və Həcərin həyatını xilas edən bu mənbədə onların orada məskunlaşdıqlarını, İslami mənbələrə görə isə İsmail bu ərazidə yeni bir Sami qövmü olan Cürhüm qəbiləsi ilə münasibət qurub orada evləndi. Bu nəsildən də Adnanilər türədi və bununla da bizim ərəblər dediyimiz qövmlər meydana gəldi. İsmail Məkkədə yerləşdikdən sonra İbrahim onları tez-tez ziyarətə getdi. Hətta orada Kəbə dediyimiz məbədi tikdirdi. Bu səbəbdən həmin bölgə müqəddəs bir ərazi sayıldı və gələcəkdə həcc ziyarətgahı inşa edildi. Kəbə məbədi Həcər və İsmailin evi idi və inancı görə öldüklərində o ərazidə dəfn olundular. Lakin Quranda bu mövzu Əl-İmran surəsinin 96-cı ayəsində belə ifadə olunur. Lakin Quranda bu mövzu Əl-İmran surəsinin 96-cı ayəsində belə ifadə olunur. Mərhəmətli və rəhimli Allahın adı ilə. Həqiqətən insanlar üçün ilk qurulan ev Məkkədir. O, aləmlərə uğur, bərəkət və hidayət mənbəyi olaraq qurulmuşdur. İnanca görə o vaxtı İbrahim Məkkəni inşa edərkən bir mələk göydən gəlib və iləridəki Əbu Qubeys təpəsinə göydən düşmüş bir daşı götürüb Məkkənin yanına qoyub. Bu daş ilk başlarda süd kimi ağ rəngdə idi və insanların günahları ucbatından rəngi dəyişilib və qara rəngə çevrilib. Və bu daşın həqiqətən də göydən düşmə ehtimalı vardır. Bu daş indiki bilinən adı ilə Həccərül Əsvəd daşıdır. Bəzi yazıçıların araşdırmalarına görə bu daş bir asteroidin parçası idi və həmin dövrlərdə bir bədəvinin göydən yanaraq düşən bir daşı görməsi, bu bizə Tanrının bir hədiyyəsidir kimi dəyərləndirməsi də ehtimal olunur. Və bununla da birlikdə həmin daşın süd kimi ağ rəngdə olması ciddi bir problem daşıyır. Göy daşlarının və asteroidlərin süd kimi ağ rəngdə olması mümkün deyil. Və bu hekayənin də bir simvolik xarakter daşıdığı ehtimal olunur. Baxın, bu daş vaxtında ağappaq idi, biz yolumuzdan çıxdıq, cəhənnəmlik olduq, ona görə də bu daşın rəngi qapqara olduğu kimi bir düşüncə tərzi yaranır. Əgər düz yola gəlməzsək, bizim də axırımız, sonumuz eyni ilə bu daş kimi qapqara rəngdə olacaq. Amma bu daşın formasının İslamiyyətlə bir əlaqəsi yoxdur. Bu daşın göz formasında olması əslən Ra'nın və yaxud da ki Horosun gözünə bənzədilir və Qədimi Misirdən gəldiyi bildirilir.
və əslində bu tamamilə səhvdir. Lakin diqqətli baxıldığında daş bir dəliyə oxşuyur. Bu da ilahinin daşı olduğundandır. Ərəblər bu daşı Əllatın, yəni ilahinin bir simvol olaraq hesab eləmişdilər və tamamilə o məqsədlə o daşa ibadət eləmişdilər.